Müəllimlər və şagirdlər, bugünkü video izahda sizə 2 noyabr tarixində Kasmin keçirdiyi 3-cü qruplara aid blok sınağının izahını çəkib paylaşacağım. Birinci ədəbiyyat suallarına baxacağıq, daha sonra Azərbaycan dili suallarının izahını yerləşdirəcəm. Yəni Azərbaycan dili suallarının izahına baxmaq istəyirsinizsə, kanalımıza abunə olun ki, sizə məlumat gəlsin. Və bu cür ətraflı dərs izahlarının davamını istəyirsinizsə, kanalımıza abunə olub, bəyənib, paylaşmağı, rəy yazmağı yaddan çıxarmayın. Baxalım birinci sualda. Deyir, dərzi şagird Əhməd nağılının məzmunu ilə bağlı verilən hadisələrdən hansı digərlərindən sonra baş verir? Bütün İsfahanı çırağban eləyib 40 gün 40 gecə toy eləməyə başladılar. Saxlayaq bir yerdə. Əhməd almaların sirrini açır. Birinci toy olur, sonra almaların sirri olur. Demək birinci gələcək burada A, B ola bilməz. Daha sonra Vəzir Allahverdi xan Əhmədlə qohumluğun başı ucalıq gətirəcəyini deyir. Bu da laf əvvəldir, A-dan əvvəldir. Pəri Sultan 7 ilin bacı xərracı ilə cehizi ilə göndərilməsi tələb olunur. Bu da ikinci Firəng padşahının ikinci tapbaza göndərilə atların sirrini açılması məsələsində demişdi bunu. Bunu da yazaq buralara. Kəbin kağızına hər iki tərəf qol çəkib öz möhrü ilə möhürlədi. Bu da kəbin kəsilmə məsələsi ikinciyə aiddir. Ən sonunda Əhmədin almanın sirrini açmasıdır, sonra toy olmasıdır. Sonuncu bu cür bitməlidir. Cavab B variantıdır. Baxalım 62-ci suala. Bir dəqiqə biraz balacalaşdırım. Əruz vəzni haqqında yanlış, heca vəzni haqqında isə doğru fikri verilmiş bəndi müəyyən edin. Bu sualların bəziləri keçənki Kaspinin blok suallarına oxşarlıq çoxdur. 9-cu sinifə aid suallar ki, gətirib salıblar. Keçən 9-cu sinifə düşmüş suallar ki, indi 11-ci sinifə salıblar. Ola bilsin ki, məzmununda biraz dəyişiklik var. Əruz vəzni haqqında yanlış, heca vəzni haqqında isə doğru fikir verilmiş bəndi müəyyən edin. Kitab-ı Dərə Qorqudda olan şeirlər bu vəzindədir. Əruz vəzinə deyil. Demək, əruz vəzni haqqında yanlış istəyirlər bizə, düzdürmü? Yanlışdır. X qoyaq. Bir dəqiqə qələm keçim. X qoyduq. Heca vəzni haqqında isə doğru fikir istəyir. Bütöv söz prinsipi əsas götürülür. Bəli, bu da doğrudur. Bir dəqiqə. Bizə cavab A variantıdır onda. Bir də o birisilərə baxaq. Azərbaycan ədəbiyyatının ən az işlənən bəhri rəcəzdir. Doğrudur. Bizə yanlış deyilməlidir. A-ya bax, B-yə baxmayaq. Azərbaycan ədəbiyyatından 11 bəhri istifadə olunmuşdur. Elm aləmində 19 bəhri var, 15-i sistemləşdirir. Bəli, bizim ədəbiyyatda 11 istifadə olunur. Bu da doğrudur, bizə yanlış lazımdır. Ahəng vurğu intonasiyalı formalaşır. Klassik şeir bu vəzində qələmə alınır. Heca vəznində belə deyək də, bu olmayacaq. Ahəng vurğu və intonasiyalı formalaşır. Bu da hər ikisi doğrudur. Klassik şeir, bu səhvdir. İkinci səhvdir. Uzun və qısa hecaların bir-birinin izlənməsi əsas götürülür. Bu da əruz vəzinə aiddir. Bizə əruz vəzinin yanlış fikir istəyir də. Cavab A variantı. Baxalım 3-cü suala. Deyir ki, burada uyğunsuzluğu istəyir. Dastanda epik təhkiyə ilə lirik təqdimat vəhdətdə verilir, düzdür. Bizə uyğunsuzluğu istəyir. Doğruda doğrudur. Toy nəğmələri xüsusi melodiyanın müşahidə ilə oxunur. Xeyr, xüsusi melodiya olan mahnılardaydı. Bu səhvdir. X qoyaq. Demək üçün götürə bilərik, uyğunsuzdur. Səməndər quşu əfsanədir, rəvayət deyil. Bu da səhvdir. 2-3. Dəyirman uşaq oturaq oyununa aiddir. Yox, hərəkətli oyundur. Ona görə doğru olmalıdır bu. Yanlış da bəli, yerindədir, düzdür. Daha sonra X qoyacaq. Yanlışdır. Gün çıx nəğməsi uzun zaman yağan yağışın kəsməsi üçün. Yox, o qodu-qodudur. Oxunan yanlışdır bu da. Yer adları ilə bağlı həm rəvayət, həm də əfsanə növləri yayılmışdır. Yer adları ilə bağlı rəvayətlər, əfsanələr deyil. Bu da olacaq. Yer adları ilə bağlı həm rəvayət, həm də əfsanə növləri. Yer adları tarixi şəxsiyyətlə bağlı olan rəvayətlərdir. Bu da olacaq. Cavab da 6-dır. Amma 6 düz fikirdir. Düz fikirdir. Hər ikisinə var da. Məsəl üçün toponomik əfsanələr var. Bir də ki, yer adları ilə bağlı rəvayətlər var. Bu da düz fikirdir. Bu doğru yazılmalıdır. 2-3-6. Cavab D variantı. Baxaq növbəti suala. 64-cü suala. Bir dəqiqə. 64-cü sualda isə deyir ki, müəllif klassik üsulda şeir yazmaq qərarına gəlir. Bu sual keçən il 9-cu siniflərin Kaspi blokunda 9-cu siniflərə düşmüşdür.
Deyir müəllif klassik üslubda, yəni əruz vəzinə şeir yazmaq qərarına gəlir. Aşağıdakılardan hansı fikrin müəllifin yazdığı şeirə xas olduğunu dəqiq deyə bilərik? Cavab bəli, C. Uzun və qısa hecaların bir-birinin izlənməsi. Bəhlək şəkildə konkret demək olmaz. Bütöv söz prinsipi əruzu, heca vəznidir. Milli vəznimiz heca vəznidir. Ahəng, vurğu, intonasiya formalaşması bu heca vəznində də var. Cavab burada olacaq B, C variantı. Baxaq 65-ci suala. Deyir cədvəldə hansı rəqəmlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunar. Dönüb keçmişinə baxmazmı İran? Yəni metronomiyadır bu, problem yoxdur. Düzdür. Azərbaycan tanımışdır vaxtsız qapı döyənləri, Azərbaycan xalqı, yəni bu da metronomiyadır, ad dəyişmədir. Fikirlər qaynaşır yenə başımda. Fikirlər qaynaşır. Metafor var da burada yeri dəyişə bilər. Sakit axıb gecələr, bulaq nələr danışır. Metafor özü yerindədir, götürməyəcək. Üşüyən ürəyim yatır dincəlir. Bu da metafordur. El səni çağırır, vətən səni gözləyir. Bu da metronomiyadır. Bəli, 3 ilə 6-dır ki, cavab A variantı. Rahat testdir. Baxaq növbəti suala, 66-cı suala. Qeyd edeyim ki, bu sualı yazan mənim öz hazır keçdiyim uşaqdır. Yəni, sağ olsun, üzümüzü ağ eləyib, hələ ki, səhvi çıxmayıb. Yaxşı yazıbdır. Deyir, uyğunluğu müəyyən edin. Baş çıxarmaq həm çətindir, həm asan. Çətin, asan, təzad var da. Nə deyir burada? Birə A girəcək də, bəli, götürəcəyik. Bir dəqiqə. Könül üzgün, xəyal küskün, dərbədir, dərbədərdir. Burada yoxdur. Təzad, epitet, təzər pöhrələr, o məğrur günəş verib istisinə qüruba indi. Məğrur günəş, bəli, epitet olacaq. Təşbih, illəri dən kimi zaman üyütdü. Səhərlərim boyasız, gündüzlərim qorxusuzdur. Səhərlərim boyasız, gündüzlərim qorxusuzdur. Burada yox. Burada olmayacaq ümumiyyətlə heç. Amma təşbihdə illəri dən kimi zaman üyütdü. Bəli, Y də burada cavab Y variantı. Baxaq növbəti suala. 67-yə. Deyir, lirik növlə bağlı doğru fikri müəyyən edin. Əsas əlaməti müəllifin hiss həyəcanlarının ifadəsidir. Bəli, elə A olacaq. Lirik qəhrəmanın şairin şəxsiyyəti hər zaman eyniləşdirir. Xeyr. Lirik əsərlər məzmunca əsasən 3 qrupa bölünür. Xeyr, 2 qrupa bölünür. Məhəbbət lirikası və ictimai lirika. Lirik növdə olan bütün əsərlər tərənnüm əsasdır. Xeyr, elə o əsər ola bilər ki, satirik əsərdir, tərənnüm yoxdur. Tərənnüm müsbət mənada işlədilir. Geniş təsvirlər emosional xarakter daşıyır. Xeyr, belə bir şey də yoxdur. Cavab burada A variantı. Baxaq növbəti 68-ci suala. Mən videonu saxlayıb növbəti testə keçirəm ki, hissə şəkil formasında atılıbdır. PDF-ni hələ ki əldə etməmişik. Elə imtahandan çıxan kimi mənə şəklini çəkib atdılar. 68-ci sualda klaster tamamlayın. Fikir belədir, burada tam düşməyib. Beytlərin sayı 15-dən 200-ə qədərdir. Bu, qəsidəyə aiddir, qitəyə yox. Demək, burada səhv fikirdirsə, səhvi istəyəcək bizdən. Məktəb beyti şairin təxəllüsü verilir. Qitədə məktəb beytin şairin təxəllüsü verilmir. Cavab A variantı olacaq burada. İctimai əxlaqi məzmun daşıyır, düzdür. Parça hissə deməkdir, düzdür. Həcmdə kiçik olur, düzdür. Qafiyə quruşu qəzələ eyni deyil, düzdür. Görürük, hamısı düzdür. Bir dənə A fərqlidir də. Cavab A variantıdır. Baxaq növbəti 69-cu suala. Baxaq 69-cu suallara. Ömür yollarında rahat gedənlər. Şeir deyir. Dinas qafiyə işlənib doğru fikir istəyirlər bizdən. Dinas qafiyə yoxdur burada. Yoxdur. Adətdir. Məhəbbət mövzusundadır. Ömür yollarında rahat gedənlər, zirvələr başına ucala bilməz. Burada məhəbbətdən bir söz getmir axı. Aid olduğu vəznin əsas tərəfi uzun və qısa hecaların bir-birinin izlənməsidir. Xeyr, bu AB, CB qoşmadır, ilk bəndidir. Qoşma son yox, ilk bəndidir. Çünki müəllifin adı da çəkilməyib, həm də A olmalıydı. Misradaxil bölgü bütün misralarda eynidir. Bəli, hamısında eyni olacaq. Həm də görürük ki, buradakı məsəl üçün 4 dənə fikir səhvdir. Bir dənə Y məsəl üçün qalır. Cavab Y olacaq. İstəyirsiz gəlin tapaq. Ömür yollarında rahat gedənlər. 1, 2, 3, 4, 5, 6.
1, 2, 3, 4, 5, 6, 5. Zirvələr başına ucala bilməz. Təkərlər üstündə diyirlənənlər 6, 5-dir bu da. Çatdığı mənzildə bənd ola bilməz. Cavab E variantı. Baxaq 70-ci suala. Qədim dövr və intiba ədəbiyyatı ilə bağlı uyğunsuzluğu istəyir. Bilir ki, qədim dövr 13-cü əsrə qədər olan bir dövrə əhatə eləyir. İntiba dövrü isə 11-ci, 12-ci əsrlərdir. Uyğunsuzluğu istəyir. Baxalım. Deyir, əsərlər hökmdarın təriflə məhdudlaşırdı. Yox, onlar tənqid edilirdi. Bəli, yanlışdır, yerindədir. Bizə uyğunsuzluğu istəyir. Azərbaycan ədəbiyyatı ümumi ədəbiyyatın tərkib hissəsi kimi formalaşmışdı. Bəli, düz fikirdir. Dini mövzularda əsərlər yazılırdı. Bəli, doğru fikirdir, amma yanlış yazılır. Belə cavab C olacaq. 7-ci əsrdən 11-ci əsrə olan dövrdə ədəbiyyatımız yalnız ərəb dilində yaranırdı. Yox, fars dilində yaranmışdı. 11-ci əsrin ortalarında elmdə fars dili var idi. 7-ci əsrdən 11-ci, yox, 7-ci əsrdə düzdür, ərəb dili idi, amma fars dili də var idi. Ədəbiyyatımız yalnız ərəb dilində yaranırdı. Yanlışdır, bəli, səhvdir. Bu dövrdə divan ədəbiyyatının əsası qoyulur. Bu divan ədəbiyyatı, bəli, divan yaradılan sənətkarlar var ki, Qəssam Təbrizi, Əfsərdin Fəqani və digərləri. Cavab elə C-dir. Dini mövzularda əsərlər yazılırdı. Bəli. Baxaq növbəti 71-ə. Deyir, Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyla bağlı doğru fikir istəyir. Qazan xan qara qayıqlı yuxu görür. Bu, Qazan xan evinin yağmalanması boyuna aiddir. Qazan xan ağca qala sürməliyə gəlib 40 otaq tikdirir. Bəli, sonda deyir ki, Qazan ağca qala sürməliyə gəlib 40 otaq tikdirdi. 7 gün, 7 gecə yeyib içmək oldu. 40 evli qul ilə 40 cariyəni oğlunun başına çevirib azad elədi. Qəhrəmanlara, igidlərə ölkə verdi. Bu düz fikirdir. Qazanın 10 minin qoyunu düşmən hücuma məruz qalır. Bu da evinin yağmalanmasıdır. Qaragünə kafirin bayrağını qılınclayır. Evinin yağmalanmasına aiddir. Boy Qazan xanın ova getməsi ilə başlayır. Bu da evinin yağmalanmasıdır. Burada məclisdə Qazan sağına baxır, gülür, sonuna baxır, gülür, qarşısına baxır, oğul Uruzu görüb ağlayır. Bu cür başlayır. Baxaq 72-ci suala. 72-də deyir ki, hansı anlayışla bağlı xüsusiyyət verilməyib? Ərəbcə hissə parça deməkdir. Bu bilir ki, qitə getdi. Həyat hadisəni təsvir etmək və ümumiləşdirmək üçün yazısının əsas götürdüyü prinsip. Prinsip sözü deyirsə, bilin ki, bu yaradıcılıq metodudur. Əsərdə baş verən hadisənin tarixi, yeri, sürətlərin hərəkəti haqqında qısa məlumatlar remarkadır. Əxlaqi tərbiyə səciyyədaşır təmsil. Burada ədəbi məktəb yoxdur ki, ədəbi məktəbdə ədəbiyyatda ustad kimi qəbul edilən hər hansı bir sənətkar özündən sonra gələn digər sənətkarlar üçün bir məktəb yaradır ki, buna ədəbi məktəb deyilir. Yəni, əvvəlki sənətkar ustad hesab olunur. Baxaq 73-cü testdə. Bu da rahat bir testdir. Ömrün fəsilləri tez başa gəldi. Gəlin, baxaq. 1, 2, 3, 4, 5, 6, 5. 6-5 bölgüsündə olacaq, elə cavab olacaq. Yayı bəhərlidir, qışı bəhərsiz. 1, 2, 3, 4, 5, 6, bəli 6-5 olacaq. Bir vaxt ayıldım ki, meheydən düşmüşəm. 1, 2, 3, 4, 5, 6, 5. İllər öz atını, cavab A variantıdır, bəli. Baxaq 74-cü suala. Deyir ki, Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Bir variantlara baxaq. Misradaxısı bölgüsü 4 şəklindədir. Baxaq görək hansında. Bir misradaxını saxlayaq, sonra baxarıq. Gəlin o birislərə baxın. Qoşma son bəndidir. Qoşma yəqin ki, birinci demək istəyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bəli, qoşmadır. Görək son bəndidir. Dost olan dostundan çəkməz ayağı, piltə yanar, şölə çəkər ayağı. Cinaz xatirəsi istifadə olunubdur. A beyin mürvət, A beyin saf, ay yağı, bəs niyə demirsən mina, ya mənəm. Burada müəllifin adı yoxdur. Yəni, son bəndi deyil. Xeyr. Ona görə 2 olan variantları silək elə. Baxaq görək, bu birisi olmayacaq ümumiyyətlə. 2 olan variantları silirik, cavab ilə qalır A variantda. Deyir, heca vəzindəri hər ikisi səhər çıx qarşıma 1, 2, 3, 4, 5, 6, 7, 8 gəraylıdır. Heca vəzində hər ikisinə yazılacaq. 3-ə 3 yazılacaq elə. Cavab A olacaq.
Gəraylı'nın birinci bəndidir. Qarşıma bəli A, B, C, B kimidir, düzdür. 1-ə olacaq, gəraylı 2-yə daha doğrusu olacaq 2-yə 4. Misraqsı 4-4 bölgüsün. Səhər çıx qarşıma, bəli. 1, 4. Cinas qaytından istifadə olunmuşdur. Bu da 5. Bəli, cavab A variantı. Baxaq növbəti suala. Tuyuq ilə bağlı doğru fikrini müəyyən edin. Cəmi 5 misradan ibarətdir. Yox, 4 misradır. Həcəc bəhrindədir. Tuyuq Həcəc bəhrində yazılır. Bəli. Tuyuq Həcəc bəhrində yazılır da. Bir dəqiqə buna baxım mən. Türk şeir janrı. Xeyr, Tuyuq Rəməldə yazılır. Üzrsən. Rübai Həcəcdə yazılır. Cavab C-dir. Milli vəznində yox, əruz vəznidir. İlk tuyuğu Məhsəd Gəncəvi Xeyirxacı Bürhanəddin yazmışdı. Cavab C-dir, bəli. Tuyuq Rəməldədir. Rübai Həcəcdədir. Baxaq növbəti suala. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru olmayan fikri müəyyən edin. Müəllimlərin işə qəbulu çərçivə sənədində orada Basatın Təpəgözü öldürdüyü boy çıxarılıbdır. Deyir, Basatın Təpəgözü öldürəcəyinə Qazan xan inanmırdı, düzdür. Yəni, hətta deyir ki, mənim qalib gələ bilmədiyimə sən qalib gələ bilməzsən də. Qapaqan kişinin arvadı Basata qardaşının ölüm xəbərini verir. Bəli, deyir, Qıyan Səlcuq ödü yarıldı. Oğuz xanın irğıtısı qamışlıqdan çıxan insana bənzəyən şirdən xəbər gətirir, düzdür. Basat bunlu qoca və yapaqlı qocanın atasına müjdəçi göndərir. Yox, Aruza çapar xəbər aparır. Bunlu qoca ilə yapaqlı qoca Oğuz elinə xəbər aparır. Cavabdır. Təpəgözün süd qardaşı olduğunu biləndən sonra ona rəhmi gəlmir. Bəli. Cavabdır variantı. Baxaq 77-yə. Doğru fikri müəyyən edin. Xan Sarayı və Ağıllı Uşaq əsərinin eyni ədəbi növə və janra aid əsərlərdir. Xan Sarayı əfsanədir, Ağıllı Uşaq nağıldır. Xeyr, səhv fikirdir. Dərzi Şagir Əhməd və Ağıllı Uşaq əsərlərinin qəhrəmanları eyni suala üzbəüz qalır və öz ağıllarının məharəti ilə sualın cavabını tapırlar. Düzdür, Dərzi Şagir Əhməddə Əhməd özü tapır, amma Ağıllı Uşaqda o qoca var idi, dünya görmüş bir qoca, o cavabı deyir. Bir dənə xanın hansı heyvan xoşladığını deyə bilmir də, ona görə özü tapır. Xan Sarayı və Səməndər Quşu əsərləri eyni janrlara aid əsərlərdir, hər ikisi əfsanədir. Ağıllı Uşaq əsərinin aid olduğu janrın 4 növü var. Xeyr, 3 növü var, nağılın 3 növü olur. Cahargah və Dərzi Şagir Əhməd əsərlərindəki vəzir obrazları baş qəhrəmanın həyatını xilas edir. Dərzi Şagir Əhməddə Allahverdi xan xilas edir, amma Cahargahda yox. Cavab 77-də C variantı. Baxaq 78-ə. Salur Qazanevin yağmalandığı boyla bağlı doğru fikir istəyir. Burada xatun Qazan xana köməyə gəlir. Bu Uruzun dustaq olduğu boydadır. Qazan xan oğlunun qaçdığını zənn edir. Bunu saxlayaq. Uruz Qazan xanla düşmən arasında olan döyüş səhnəsinə iştirak edir. Xeyr. Belə bir şey yoxdur, Uruz əsirlikdə idi. Uruz Qazan xandan geri qayıtmasını istəyir. Bu Uruzun dustaq olduğu boya aiddir. Boyda Qazan xana köməyə gələn bəylər arasında ilk qardaşı özünü çatdırır. Bəli, ilk gələn qardaşıdır. Y variantı. Qazan xan oğlunun qaçdığını zənn edir. Bu Uruzun dustaq olduğu boya aiddir. Ona görə cavab Y variantı. Baxaq 79-cu suala. Dəqiqə tam düşməyib deyəsən. Yəqin ki, aşağıya metafor yazılıb. Bir dənə ona baxım mən. Uyğunsuzluğu müəyyən edin. Yoxluqda varlığa bir yol tuşlanır. Bədii təzad yoxluq vardır. Bizə düşən səmada gün tutulmuş. Ay Allah. Xitab inversiya sayılmır. Və burada inversiya yoxdur. Amma yazıb ki, var. Yanlışdır da. Dağlar, yamaçlar onun hüzuruna salama gəlsin. Burada metafor var, metonimiya yoxdur. Göylər çalxalanır, yenə dəniz təşbihdir, metonimiya yoxdur, cavabdır. Hikmət kitabıdır sənin surətin. Metafor yoxdur burada, yəqin ki, yanlışdır, metafor yazılıb, metafor yoxdur burada. Hikmət kitab kimidir, sənin surətin təşbih ola bilər. Baxaq 80-ci suala.
Deyir, uyğunluğu müəyyən edin. Lirik növə aiddir qitə, poema epik növdür. Epik növə aiddir povest. Dramatik növə aiddir dram. 2, 4, 6 rahat testdir. Baxaq 81-ə. Boş xanalara uyğun fikirləri müəyyən edin. Aşıq şeirinin bir şəklidir, aşıqanə qoşmadır və bəli, cavab Y variantı olacaq. Daha sonra 82-ci sual. Heca vəzinə yazılan bir bəndli dörtlüklər bayatıdır. Heca vəzinə, amma tuyuq rubayı əruzda yazılır. Cavab 82-də D variantı. Baxaq 83-cü suala, açıq tipli suallara. İntibah dövrünə aid sualdır. Epik növə aid doğru fikirləri müəyyən edin. Yazılı ədəbiyyata aid əsərlər ərəb, fars və ana dilində yox. Qədim dövrdə ana dili yox idi. İlk poemanın əsası qoyulur. Bəli, qədim dövrdə Əfsərdin Xəqani. Müraciət mövzusu yalnız məhəbbəti yox, ictimai-siyasi məsələlər də var idi. Geniş məzmun ifadə etmək üçün poemalar məsnəvi formasında yazılırdı. Bəli, ilk ana dili yox idi bu dövrdə. 2-4-dür. Baxaq 84-cü suala. Yanlış fikri istəyir bizdən. Nəzərdə tutulan bir sözün əvəzinə başqa bir sözün işlədilməsi metafor deyil, bu metonimiyadır. 1. Dastanlarda daha çox istifadə olunur qoşma qərarları, düzdür. Bədii əsərdə hadisələrin açılmasına, zəifləməsinə deyilir. Zaveska yox, razvyaska. Zaveska düyünlərin vurulmasıdır. Hər beyt öz daxilində qafiyələnir. Hər beyt öz daxilində qafiyələnir. Bu qitə ola bilər. Yox, qitə məsəl üçün A, B, C, B. Yox, məsnəvi forması ola bilər məsəl üçün. Məsnəvi şəkli. Hər beyt öz daxilində qafiyələnir. Qəzəldə qafiyələnmir axı. Məsəl üçün, qəzəldə A, B, C, B, hər beyt öz daxilində qafiyələnir. Yox, məsnəvidir. 4-də səhvdir. Təbiət cisimləri və heyvanların şəxsləndirilməsi allegoriya, burada düz fikirdə. Cavab 1-4. Baxaq 85-ə. Kompozisiya ilə bağlı doğru fikir istəyir. Kompozisiya ünsürləri var idi. Epilog, proloq və bunlar idi. Hadisənin inkişafı və əsərin quruluşu ilə bağlıdır. Düz fikirdir. Daha sonra epilog əsərin sonunda verilən yığcam yekun hissədir. Bəli, belə deyək də, əsərin sonunda verilir və burada müəllif əsər boyu qaldırdığı məsələləri yekunlaşdırır və sonunda qəhrəman taleyi bizə məlum olur və 2 düzdür. Proloq əsərin əvvəlində verilən hikmətli fikirlərdir. Xeyr, əsərin əvvəlində verilir, amma hikmətamiz fikirlər deyil. Bunlar epiqrafdır. Peyzaj da kompozisiyanın ünsürlərindəndir, düzdür. Əsərdə verilən epiqraf hər zaman müəllifin özünə də aid olmaya bilər. Bəli. Bir də hadisənin inkişaf yerində süjetin mərhələləridir, bu səhvdir. Cavab olacaq 2, 4, 5. 86. Uyğun olmayan fikirləri müəyyən edin. Allegoriyada olan bütün əsərlər təmsil hesab olunur, səhvdir. Ola bilər çay dəzgahı, amma təmsil deyil. Dramatik növün ilk nümunəsi 19-cu əsrə aiddir. Həbizə uyğun olmayan istəyir də. Doğru fikir də bu, bəli. Yanlış fikir istəyir. Komediya əsasən nəzmlə yazılır. Xeyr, nəsrlə yazılır. Yanlış da yerindədir. Lirik rizət epik əsərdə olur. Bu doğru fikirdir. Amma yanlış yazıblar da. 2, 4. Bəli. Lirik komediya əsasən nəzmlə yazılır. Bəli, yox, nəsrlə yazıla bilər. Komediya nəzmlə yazıla bilər. Amma nəsrlə, əsasən nəsrlə, yox, nəsrlə yazılır. Yanlış da yerindədir. Bəli, uyğun olmayan istəyir, uyğunsuzluq istəyir. 87-yə baxaq. Savur Qazan evinin yamanında boyla bağlı uyğun fikirlər istəyir. Gördüyü yuxunu yozdurur Qazan xan. 1-ə A. Döyüşdə 3 yerdən yaralanır. Qazandan bir heyfimin qaldığını deyir. Qazanda bir heyfimizin qaldığı deyir. Bu da deyən kafirlərdən biridir. Oyunları nəzərdə tutur. Daha sonra döyüşdə 3 yerdən yaralanır. Bu çoban idi. Bir dəqiqə bunu təzdən yazın belə. Demək, 1-ə gələcək A, çoban 3-ə gələcək C, Köklü Məlik şərəf paylatmaq istəyirdi. Bəli, 2-ə gələcək Y. Qara tükənməliyin başını kəsən isə bu dəli donbazdır. Bu yoxdur burada. 1-ə A, 2-ə Y, 3-ə C, hamısını dedik də.
Bu da oldu ədəbiyyat suallarının izahı. Növbəti video izahda Azərbaycan suallarının izahını paylaşacağım.